Dostlar, məndən tələf və xahiş edən yoldaşlarımız var. Bu barədə mütləq mən fikrimi bilməyi istəyirlər. Söhbət gedir Erdoğanın dünən ya sırağa gün elədiyi bir çıxışla bağlı. Erdoğan o çıxışında Türkiyənin gücünün Türk, Kürt və Ərəb xalqlarının birliyində olduğunu qeyd eləmək üçün, yəni Türkiyəni istən dağıtmaq istəyən, parçalamaq istəyən, İslam dünyası parçalamaq istəyən qüvvələrin qarşısında arqument kimi Malazgirt o döyüşündə qələbənin səbəbləri kimi deyir ki, Türk, Kürt və Ərəb birliyinin nəticəsidir bu qələbə. Eləcə də Çaldıran döyüşünü misal gətirir. Təbii ki, Çaldıran döyüşün adının çəkilməsi ilə bağlı Azərbaycan vətəndaşlarında bir qədər əks reaksiya doğurubdur. Mən bunları izləyirəm, görürəm. Məndən də yoldaşlar xahiş bir çoxlar tələb edirlər ki, sən niyə susursan, niyə danışmırsan, belə. Dostlar, hərənin bu məsələyə öz fikri var. Çaldıran döyüşündə Şah İsmail Xətai ilə Sultan Səlim gəlib üzbəyüz uduzub. Şah uduzub, bizim şah uduzub. Bu iki qardaş arasında, iki Türk tayfası arasında, iki Türk dövləti, iki Türk xalqı arasında olan bir müharibədir. Mən şəxsən hesab edirəm ki, tarixi yanaşmamız belə olmalıdır ki, bu dövrün şərtlərindən durub tarixdə baş verən hadisələrə qiymət verə bilməzsən. Bu ingilislərin bir sözü var, deyir, you must leave your past in the past. Sən keçmişini keçmişdə qoymalısan. Yoxsa bugünü yaşanmazsan, gələcəyini qora bilməzsən. Keçmişdə o dövrdə baş verən o şərtlər daxilində iki qardaş vuruşubdur. Şah İsmail Xətai məğlub olub. İndi o müharibənin, qələbənin şərti kimi Erdoğan deyir ki, orada birlik var idi ona görə. Mən bunu şəxsən bir faizə hesab edəmirəm. Mən bunu bir çoxlarından dökülüblər. Mən izləyirəm, gözlə baxarım o şeylərin hamısına. Deməli, bu təbliğata qoşulan iki xüsusi bir var. Biri İran başlılar, Fars şovinizminin nökərləri, biri də terrorçu İsrailin nökərləri. Erdoğanın o işlətdiyi ifadədən sui-istifadə edib istəyirlər ki, Türkiyə və Azərbaycan arasında fitnə salsınlar. Dostlar, biz, İbrahim bəy, burada bizim nəzarətçi qardaşımız doğru yazır, biz tariximizdən dərs çıxarmalıyıq ki, necə eləyək ki, bundan sonra da iki qardaş arasında müharibə olmasın. Bəlkə də doğrudan da İbrahim bəy yazdığı kimi bu Erdoğanın ilhama mesajıdır ki, ora-bura can atma. Gedib biraz İsrailin yanında, obisinin yanında belə dayanmağa çalışma. Qardaşım buradadır. Bu da ola bilər, amma yenə deyirəm, burada elə bir faciə mən görmürəm. Doğrudan da bir tərəf qalib gəlibsə, qələbəsinin səbəblərini bu belə başa düşür, belə qiymətləndirir ki, Kürt, Türk və Ərəblərin birliyi olub. Bunun tərsini deyəndə ki, niyə Şah İsmail uduzub? Bilirsiniz ki, bu tərəfdə də Türk, Kürt, Ərəb yox, Fars birliyi var idi. Deməli, Kürt, Ərəb, Fars birliyi, Kürt, Türk, Ərəb birliyindən uduzubdur. Burada qeyri-adi bir şey yoxdur. Ayım nə bilim bunu Erdoğan niyə belə deyibdi, hansı niyyətlə deyibdi? Hər halda Nadir Şahın başlığı altında Mosul müharibəsi var, bilirsiniz ki, Osmanlını darmadağın edib öz qardaşlarını. Nadir Şah Mosulda böyük bir müharibə olubdur. Osmanlı qoşunlarına qalib gəlibdir. İndi biz durub bundan çıxış edib, başa düşmədim. Nə eləmək fikriniz var ki?
Ya biz galip gelmiş o babalarımız. Ne olsun ki birbirini öldürdüler de. O dövrün tarihi şartları bunu bile talep ediyipti. Kardeş kardeşle vuruşup. Yani Topal Teymur. Teymur Türk değildi be ya. Ha? Teymur gelip daşı koyuyor. Var da oldu. Kəllələrdən, insan kəlləsindən qala qurub ki, bəs ona soruşublar ki, sən niyə öz qan qardaşına qarşı bu qədər qəddalıq eləyirsən? Topal Teymurun məşhur bir sözü var. Deyir, taxta üstündə sudan üzüb gələn İngilisləri, Avropaları nəzərdə tutur. Kafirlərin, cavurların qarşısında qaçsan nə bilim mən qardaşımın ruhunu oyaram, eşərəm, neynirəm. O vaxt belən sorubdur. İndi Erdoğan bunu niye böyle dedi, niye öyle dedi? Koyma Erdoğan. Erdoğan senin alnından Qarabağın namussuzluğunu yuyan kişiden biridir dostlar. Özde birinci kişidir. Biz 100 bin şəhid versəydik də, bu müharibədə Türkiye faktörü olmasaydı qələbə çalmaq mümkün değildi. Heç düz Allah'ı biləməsin. Her şeyin adını düz koymak lazımdı. Kimin rolunun adı başka şeydir. Tabii ki qələbəni bizim şəhidlər əldə eləyib. Azərbaycan xalqı əldə eləyibdir. Amma müharibənin şərtləri yerində olmasaydı, Türkiye faktörü olmasaydı, Erdoğan olmasaydı qələbə olmayacaq. 101 milyon qurban xeyri yoxdur. Aydındır. Eğer doğrudan da böyle bir imkan var idisə, bunda 20 il əvvəl eləyərdik. Şeydən vaxtı var. Ne oldu ki? Niye olmadı? Deməli, hansısa şərt yerində deyilmiş. Ya o vaxt Türkiye hazır deyilmiş. Ya lazımı münasibətlər Rusiyanın, Amerika ilə, kimlərlənsə hələ tam hazırlanmaymış və s. Min dənə səbəb ola bilər. İndi biz bu günləri, yəni alnımızdan namussuzluq ləkəsi yuyan Erdoğan'ı unudub, bu Erdoğan niye o sözü dedi o falan, deyib acaba belə deyib. Yalan deməyib ki. Erdoğan deyir ki, saldıranda qalib gəlir Türkiye, Osmanlı. Niye qalib gəlir? Onun səbəbini deyir. Sen ne uduzmuşsan, onun səbəbini deyib boynuma tıxilişin dalınızda. Yoksa burada, ay nə, bu niye belə dedi, bu niye belə dedi? Dostlar, İran ve İsrail, terrorçu İsrail'in oyununa gelmeyin. Benim mövqeyim belədir. Kim necə yaraşaran öz mövqeyi var, öz işi var. Mən hesab edirəm ki, Erdoğan tamamıyla doğru deyibdi, düz deyibdi, eşq olsun Erdoğan'a. Kərbalada 1400 bundan qabaq bir faciə baş verib. Həzrət Hüseyin Kufə əhlinin dəvətinə inanıb ki, biz sənə biyyət eləyəcəyik, gəl sən xəlifə ol, durub gəlib Kərbalaya. Kərbalada kişini tək qoyublar, onu dəvət edənlər müdafiə eləməyiblər. Yezid gəlib, qabağını kəsib, deyib, mənə biyyət eləməlisən. Həzrət Hüseyin deyibdi ki, bir Allah ki, belədir, qoyun mən qaydım dala, çıxıb gedim. Həzrət Ali müharibə gəlməmişdi. Üzr istəyirəm, Həzrət Hüseyin. Müharibə gəlməmişdi. Yalandan tarixi saxtalaşdırmaqla deyil ki, buna geri qayıtmağa imkan vermirlər. Bəziləri danışırlar ki, ay Yezid nə bilim, meymun oynadırdı, içki içirdi, Həzrət Hüseyin olmasaydı, din əldən gedəcəkdi. Heç kəs özünü Allah'da biləməsin, din əldən gedəcəkdi. Dini Quran-ı Kerimdə Allah Teala deyir ki, mən özümü qoruyacağım, sən işində gedib təbliğat o var. Yaxşı, birdən Yezid icazə versəydi, Həzrət Hüseyin geri qaçsaydı Məkkəyə, din əldən gedəcəkdi. Həzrət Hüseyin bunu bilə-bilə, ne gedirdi dala, qayıdırdı dala. Bilirsiniz, belə qeyri-ciddi nağıllarına milletin beynini yumayın. Sonra əslində baxsaz, bu hərəkət edənlər özləri cəhənnəm, özləri ilə bir yerdə bütövlükdə dini və peyğəmbəri şübhə altına salırlar ki, doğrudan bu din həqiqi dünyəvi dindi yoxsa yox. Ötən yəni Həzrət Hüseyin ölməsəydi din gedəcəkdi əldə. Xeyr, din əldən gedəsi deyildi. Həzrət Hüseyin o mübarizəsi ilə başqa bir dərs verdi cəmiyyətə, dünyaya. Ki, əgər sən zərurət qarşısında, dilemma qarşısında qalırsan,
Ölüm veya əqidəni seç. Vəssalam. Aydındır mı? İndi 1400 gündən qabaq baş verən bir hadisəni 1400 ildir kimlərsə bu tərəfdən də o tərəfdən də hər gün qaşıya-qaşıya İslam dünyasını sındırıb zəiflədirlərsə, nəticə Qəzza görürsünə baş verir. Hər gün uşaqlar öldürülür. Hər gün qocalar, qadınlar öldürülür və dünyanın gözü qabağında bir genosid siyasəti, bir cinayəti baş verir. Heç kəsin vecinə deyil. İslam dünyası 3 trilyon dollar xərac verir Amerikaya. Niyə? Kərbəladan danışdığına görə. Kərbəlanı qəbul etmədiyinə görə. Aydındır mı? Bir tərəf Kərbəladan danışdığına görə, o biri tərəf Kərbəla faktını qəbul etmədiyinə görə. Sünni Şiə məsələsinə görə. Parçalayıblar, ayırıblar, indi buyururlar. O tərəfdə minirlər, üzü istidən, bu tərəfdə minəcəklər, minirlər. Dünyanın göz qabağında baş verir bu şeylər. İndi istəyirlər ki, bu dəfədə Türkü həmin günə salsınlar. Erdoğan belə bir söz deyib, burada Farsı nökərləri ilə terörçü İsrail nökərləri dayanmadan yazırlar, pozurlar. Deyib, əcəb edib, düz deyib. Erdoğan düz deyib. Çaldıranda Osmanlı qalib gəlib, o qələbəndə bir səbəbi olubdu. Türkün, Kürdün, Ərəbin birliyi. Sən bu niyə narahat edir, anlamadım. Hə, sən Şah İsmailin məğlubiyyətin səbəblərini bilmək istəyirsənsə, ki, bunu öyrən də ki, necə oldu, məğlub oldu. Şah İsmail də bir tarix şəxsiyyətdir. Bilirsiniz, o İngilizcə məşhur sözü var ki, 15 yaşında 15 dövləti fəth elədi və çaldırana qədər bir dəfə də olsun bu adam uduzmadı. Şah İsmail'in haqqında vaxtı bir əfsanə var idi o. Həqiqətən də bir hətta müqəddəs şəxs kimi, adam kimi beyinlər o vaxt yazılmışdı. Amma o da faktdağı ki, Şah İsmail'in vaxtında Sünni Şiə məsələsi qaldırılıb, Şiəli dini dövlət ideologiyası səviyyəsində qaldırılıb və nə qədər Sünninin başını kəsib öldürüblər. Yanlış olub, səhv olub. Amma bugün durub o dövrün şərtləri nəzərə alınmadan o adamları qınamaq, asmaq, kəsmək bir istəyə bənzəyir. O İlham Əliyev bəzən deyir ki, Yerivanı verilmən Məmməd Əmin cinayətidir, parmaq səgəlir olaraq ki, verməməli, neynəməlidirlər. Bu ona bənzəyir. Ki, o dövrdəki şərtləri bilmədən oturub da loturaq eləyib. Məsələn, indi həmin məntiqlə durub Napolyon Moskvaya hücumun da İlham Əliyev qınaya bilər ki, Napolyon neysən qurağı kəsərdim, amma mən niyə o belə eləmişsən? Və ya da Kutuzovun Moskvanı tərk eləməsini indi İlham Əliyev deyər ki, Kutuzov kişi deyir ki, çıxıb qoyub qaçıb oranı. Belə olmaz ki, hadisələrə belə yanaşmaq düzgün deyil dostlar. Bəlkə də mən səhvəm, amma mən öz fikrimi deyirəm, çünki çox yoldaş məndən tələb xahiş edənlər vardı və tələb edən 5-6 adam vardı ki, mütləq bu barədə fikrindəysən, kimsən birləşsən. Mən Qurban Məmmədliyəm. Mənim mövqeyim elədir ki, Erdoğan düz deyib, əcəb eləyib deyibdir. Çaldıranda Osmanlı qalib gəlib. Erdoğana görə o qələbənin səbəbi Türk, Kürt və Ərəb dostluğun nəticəsidir. Səbəb o dostluqdur. Biz nə uduzmuş babalar? Biz yox, babalarımız nə vaxt uduzub? Böyle əvvəla səhv eləyiblər ki, müharibəyə başlayıblar. Şah İsmail də səhv eləyib, o tərəfdə səhv eləyib. Çox böyük səhv eləyiblər. Halbuki onlar əl-ələ verib, qərblə üzrə durmalıydılar. İndi qərb bunları bir-birinə parçalayıb üzrə qoya bilib, götürüb bir-birinə qırdırıblar, necə ki, indi eləməyə çalışırlar. Səbəbini araşdırmaq lazım ki, necə oldu ki, Şah İsmail məğlub oldu. Topun üstünə qılıncla gedəndə, Osmanlılar da o vaxtı ordulu silahzat kəşf eləmişdi, istifadə edirdi. Bu da hələ qılıncla döyüşürdü. Geri qalmışdıq. Necə ki, indi geri qalmışıq. Tarix təkrarlanır. Amma bu da biz eləməliyik ki, biz Türkiyə ilə düşman olmayaq, adamlar, cəmaat. O təbaada aparanlar var, Erdoğanın sözündən sui-istifadə eləyib. Onların yeganə bizə məqsədi var, fitnə salmaq. Türkiyə ilə Azərbaycan arasında fitnə salmaq. Keçməz. Belə şeylər keçməz. Erdoğanın Türkiyə daxilində elədiyi hərəkətlər, törətdiyi qanunsuzluqlar
Məni bağlamaz. Türkiyənin xalqını, Türkiyə vətəndaşlarını və Erdoğanı bağlayır. Mənlik deyil. Mənim buna haqqım yoxdur duran. Onu qınıyam və yaxud da dəstəkləyəm. Mən dəfələrlə demişəm. Mən fikrimi deyə bilirəm sadəcə olaraq. Misal üçün, FETÖ adı ilə 100 minlərlə insanın təqib olunmasını mən yanlış hesab edirəm. Türkiyənin və Türk dünyasının, ümumiyyətlə insanlığın ziyanına hesab edirəm. Bir təşkilatın rəhbərliyinin 5-6 nəfərinin qanunu pozması dövlətə əsas vermir ki, o təşkilatın sıravi üzvləri nə qədər müəllim, həkim, nə qədər gözəl ziyalılar təqib olunsunlar. Mən o gündən işitdim ki, burada Londonda bizdə bir yaxın dostumuz var. Onun qardaşı FETÖ ittihamı ilə həbs olunub. 8 il yarım iş alıb. 8 il yarımdan sonra bəraət alıb. Kimə lazımdır bu ədalət? Kimə lazımdır bu bəraət? 8 il yarımdan sonra bəraət olar. Bu bir deyil, iki deyil. FETÖ adına həbs olunan adamlar arasında həbsdə doğulanlar var. Körpə uşaqlar var içəridə. Bu Türkiyədə, türkçülüyə də, dövlətçiliyə də ləkədir bu. Bunlar mən fikir kimi deyə bilərəm. Adı mən bunlara durub Erdoğana ittiham kimi deyə bilmərəm ki. Bunu Türkiyə vətəndaşları məndən yaxşı bilirlər. Zəhmət çəksinlər, tələb edir dövlətlərindən problemi həll eləsinlər. Mən şəxsən olsam Erdoğanın yerinə indi götürüb bir də amnist verərəm. Hamı rast buraxaram. Hamı dəvət edirəm ölkəyə ki, bana gəlin. Rəhbərlərini səhv edib o vaxtı. Belə bir qanunsuzluq eləyiblər. Sizə qarşı da biz haqsızlıq eləmişik. Qaydın gəlin, həyatınızı davam eləyin. Milli barışıq elan eləyərdim. Mən olsaydım Erdoğanın yerinə. Mən neydim ki, mən Qurban Məmmədliyim, o da Erdoğandır. Mən onun yerindən ola bilmirəm. Və durub çaldıran döyüşü ilə bağlı dediyi fikrə görə də hörmətli Cumhurbaşqanımız Erdoğanı ittiham eləmək fikrində də deyiləm. Tam əksinə onu dəstəkləyirəm mən. Aydındır mı?